siz başlayırsınız, misal üçün, rəqəmlər gördünüz ki, trader yaxşıdır, master yaxşıdır, ona investisiya edirsiniz və müəyyən zaman başlayırsınız qazanmağa. Yəni qazancınız artır. Sonra eniş olur, ona drawdown deyirlər, prosatka deyirlər, hələ bir cür deyir və burada əsas məqamdır. Ümumiyyətlə, tradinglə kim məşğulsa bunu yaxşı bilir. Burada insanı belə ən belə yoxlayan məqamlardır. Psixologiyanı necə də güclüsünüz, necə riskə tolerantsınız və s. Maksimum drawdown traderin tarixində zirvədən ən aşağı nöqtəyə qədər olan ən böyük enişi ölçən meyardır. Bu da bir növ risk göstəricisidir. Və filtrlarda bu var. Bunu da siz görə bilərsiniz ki, siz özünüzə master seçəndə onun maksimum drawdownu göstərilir. Drawdown qaçılmaz bir şeydir. Yəni buna hamınız hazır olmalısınız. Düşünməyin ki, siz başlayacaqsınız, yalnız trader qazanacaq və siz də yalnız qazanacaqsınız. Bu belə deyil. Burada drawdown zamanı siz özünüz bilməlisiniz ki, sizin risk tolerantlığınız nə qədərdir. Yəni hansı drawdownu görəndən sonra, neçə faizi görəndən sonra siz belə deyə də yuxusuz gecələr sizə gözləmir. Bəzi insanlar var ki, artıq bir neçə faiz eniş olan zaman narahat olurlar. Deyirlər, bu mənlik deyir, mən buradan çıxmalıyam.